Həmçinin o suallar ki, bayaq qeyd etdiyim kimi, adam sual verir əməl etmək üçün yox, əməl etməmək üçün. Məqsədi budur. Görürsən, birinə sual verir, cavabını alıb cavabı. Amma cavab ona sərfiləmir. Çünki cavab onu yüklüyüb. Gedib ikinci adamdan soruşur. Gəzir, kimi görür soruşur. Niyə? Olmaz cavabını axtarır. Və olar istəyirsə, olar cavabını axtarır. Niyə? Çünki bundan qabaq 9 nəfər deyib ki, olmaz. Onları axtarır. Və hamı deyir, olar, olmazı axtarır. İstədiyini axtarır. Bu qəsdlə sual vermək olmaz. Bu öyrənmək qəsdi ilə sual vermək sayılmır. Ona görə alimlər ümumiyyətlə deyirlər ki, hətta bu, belə deyək, kəlamın, bu faydanın dəlillərindən birisi də elə bu hədisdir əslində. Deyirlər ki, insan bildiyi şeylərə əməl eləsə, Allah Azza və Cəllə bilmədiyi şeyləri ona öyrədəcək. Heç özü hiss eləmədən. Ya qabağına çıxaracaq. Yəni, sən bildiyin şeylərə əməllə, Allah Azza və Cəllə bilmədiyin şeyləri sənə öyrədəcək. Ona görə hədisdə gəlir ki, nəyi əmrlədim, yerinə yetir, gücün çatan qədər, nəyi qadağan elədim, çəkin. Artıq sual vermə. Yəni, sənin məsul olduğun budur.